Salam aleykum. Sibirin Kemerov şəhərindən hər birinizi salamlayıram. Əziz izləyicilər, bugünkü mövzu olacaqdı. Maşın düzəltmə, deyək ki, jest işlərində, malyar işlərində instrumentlərdən söhbət gedəcək. Gəlmişdim Azərbaycana, hardasa 20 gün kimi qaldım, 24 gün. Sözün düzü fikirləşirdim ki, orada Bakıda bir neçə yerə gedim, baxım, görüm nədir qiymətlər, instrumentlərin qiymətləri neçəyədir, var, yox. Sözün düzü çox pis oldum baxıb bütün bu şeylərə. Ürəyim istəyən, deyək ki, ümumi bu jest işləri üçün lazım olan instrumentlər mən tapmadım orada. Düzdür, var, ancaq hamısı sıravi, redovoy instrumentlərdir, redovoy. O da məni qane eləmir. Əvvəlki videolarımda ola bilsin demişəm, mən fikirləşirəm ki, gəlim bir dəfəlik Azərbaycana və Azərbaycanda bu işi qurum. 30 ildən çoxdur ki, Rusiyada yaşayıram, sözün düzü yorulmuşam. İncitmirlər bizi burada. Kim nə deyirsə, bəlkə də kimsə incidirlərsə deyə bilmərəm, ancaq ki, başını aşağı salıb işləyirsənsə, iş, ev, iş, həm də sənətkar adamam mənə, kim burada nə deyəcək? Əl qabiliyyətim də indi şükür Allaha, özümü övmək də düzgün deyil. Yəni, çalışıram, yaxşı eləyim. Göydə Allah var, yəni çalışıram. Allaha qurban olum. Yalan danışmaq olmaz, yeri də deyil. Deməli, belə, çox təəssüflər ki, nəsə gəldim Bakıya, Bakıda bacım oğlu masterdir, motor remontuna baxır, yəni ki, dvigetellər remont eləyir. Ondan soruşdum, dedi, vallahi dedi, tanışım var, soruşaram, görüm kim nə deyir, jestyanşiklərdən, malyarlardan, kim nə deyir, hardan almaq olar, hardan tapmaq olar. Nəsə, gəldiyim günü fikirləşirdim, sabahsı günü gedim, baxım, görək nə tapıram, tapa bilmədim. Tapa bilmədim, yox, vaxtım olmadı, sözün düzü. Balamı apardım dənizə. Yəni, belə oldu, vaxtı olmadı təmizi. Sonrası günü də çıxdım, gəldim rayona. Ancaq qaydanda, yenə rayonda da elə soruşdum, çox adamlardan soruşdum, necədir, nətərdir. Çoxu dedi, Sədərək bazarına get. Eləsi vardı, dedi, Vasmoydu, nə deyirlər, bilmirəm. Orada, dedi, bazar var. Ancaq elələr, dedi, orada, dedi, Zapşas bazarıdır. Ehtiyat hissələri satılır orada. Çoxdur, tapılmayan şey yoxdur. Orada çətin olar. Nəsə, Sədərək bazarına getdim, gedəsi vaxtı. Elə bir gün qabaq, 2 gün qabaq çıxdım. Gəldim Sədərək bazarına. Nə başınızı aradım. Böyük bazardır, əlbəttə ki, ucu bucağı görünmür. Böyükdür, bəlkə də silişqan böyükdür. Gəzib qutarsan bir günə, yəni düzgün baxa-baxa, axtara-axtara gəzib qurtarsan, bir günə çətin bəlkə də qutararsan. Yəni, bilmirəm, bütün bazarı da gəzməmişəm, ancaq ki, soruşdum, harda, nə var, necə var, maşın düzəltmək üçün alətlər, instrumentlər, oborudovaniya göndərdilər məni təsarrufat malları satılan yerə. Orada svarka aparatları var idi, nəsə girdim. Yenə deyirəm, təəssüflər olsun ki, mən gözləmirdim sözün düzü, belə bir şey. Soruşdum, məsəl üçün də indi svarka aparatıdır, ya deyək ki, malyarkaya ustanavit eləyirsən, vıtejnoy sistema, yəni soruf çıxarır da, çölə kraskanı, lakı soruf çıxarır. Bu cürə bir şey. Bunun böyüyündən.
Görürsünüz də bunun böyüyündən. Deyirəm, bəs bunun deyəm qarantiyası var. Deyir, yoxdur. Burada alırsan, çıxı gedirsən. Deyirəm, qardaş, bəlkə o getdim heç işləmədi. Deyir, yoxdur qarantiya. Yəni, lüboy nəsə alırsansa qarantiya yox. Belə şey mi olar? Mən başa düşürəm satıcıları da ki, satırlar, alan gedir, özü qana qanmaz onu, deyək ki, patkulişət eləyir, hə, ola bilsin, səhv salır haradasa provadanı, şunuru yandırır. Elə hallar da var, hə, yəni düz demək lazımdır. Ancaq ki, sərəvnə qarantiya olmalıdır axı. Necə yəni sən Rus demişənən kata və meşke покупаешь? Burada yəni, bax gördüyünüz bu aparat var, bax bu şey, nədir, kompresor, qarantiya iləndir. 1 illik qarantiya, 6 ay mı 1 illik qarantiyadır. Əgər nəsə haradasa xarab olsa, aparıb verirəm onu şeyə, servisini, obslužovanya servisini sentrə. Baxırlar, təyin edirlər ki, sınığı onun nədəndir? Əgər mənim səhvimlə o yanıbsa, hə, onun remontu qalır mənim boynuma. Əgər zavod, izgatovitel, onu hazırlayan zavod onun səhvidirsə, onun bırakıdırsa, təklif eləyirlər ya hissəni, xarab olan, yanan hissəni dəyişməyə, ya motoru yanıbsa motorunu dəyişməyə, nəsə bir şeydə sıradan çıxıbsa onu dəyişməyə, ya da ki, vazrat, yəni ki, qaytarırsan, sənə pulu verirlər, ya da ki, abmen na takoy же, belə təzə ayrıcı şeyə, kompresora. Yəni, belə olmalıdır əslində, ancaq orada təəssüflər ki, yoxdur. Vətənimizdə elə şey yoxdur. Bu məni çox, deyək ki, biraz şeylədir, sıxdı. Əsas momentlərdən biri də ki, yəni gələndə iş qurmaq istəyirəm, əlbəttə ki, alacam da filan instrumenti, mən instrumentə özdə pul əsirgəyən deyiləm, sözün düzü çalışıram ki, yəni ucuza qaçmıram. Sredni, düzdür, çox bahalıya da qaçmıram, ancaq elə vaxt olur, lazımlıdırsa bahalısını da alıram. Ancaq çalışıram ki, harasa orta qiymət, sredni stoymuş. Nəsə, qardaş, başınızı ağradım bir balaca. Svarka aparatı, sözün düzü, istəyirəm buradan aparım. Fikirləşə qalmışam, indi mən orada tapa biləcəm onu, tapa bilməyəcəm. Yəni ki, adi svarka aparatı məni qane eləmir. Elə svarka aparatı var, orada yazırlar 6 vatnom, 6 dənəsi bir dənə svarkanın içindədir. Dəmiri kəsir, elektro svarka ilə svarkalayır, polavtomat uqlikislata qazla svarkalayır 3, argon alüminiumu svarkalayır 4, sonra impulsnaya svarka var, impulsnaya 5, холодная svarka var 6, o da impuls, o da bizim işimizdə bu, deyək ki, jestiyanşik işində çox gözəl şeydir. İndi mən jestiyanşiklər başa düşər. Belə yerləri, məsəl üçün, bax, bu parolun bu hissəsidir də. Bu hissədə splaşnoy şov olacaqdır. Altdakı hissəni buna svarkalayacaq bura. Svarkalayanda metal başlayır qızmağa. Düzdür, toşkanı vurub gözləyirsən ki, qızmasın. Ancaq nə qədər də eləsən, metal videodur. Metal oynayır, belə dalğavari. O olmasın deyə xalodni svarka deyən bir qəşəng bir proqramma var. Deyək ki, mən dediyim svarkanın içində. Az da qiyməti yoxdur, onun $1000 yaxın qiyməti var. Mən onu bir dəfə zakaz elədim burada, gəldi, almışdım, yəni ki, dastavka ilə çağırdım, seximə gətirdilər, baxdım, upakovkasında əzik yeri var. Açdım, gördüm, hə, svarkanın özünün korpusunda da əzik yeri var. Təmizini deyim ki, arası 800 neçəsə dollar pul eləyirdi onun qiyməti. Hələ rasprodajdaydı. Yəni, endirimlə idi qiymət. Dedim, bu qədər pul verirəmsə, bu təmiz mal olsun da. Niyə? Даже əzik sarapinası varsa, cızığı varsa, nəyə görə mən bu qədər pul verməliyəm?
Atqaz elədim, göndərdim dala. Yəni elə olub olmadım. İndi istəyirəm ondan gətirim Azərbaycana. Bax, mən də indi fikirləşirəm. Nəsə soruşdum svarka satan yerdə. Sözün düzü elə şey yoxdur orada, elə svarka yoxdur, qabağıma çıxmadı. Soruşan da bilmədi nədən danışıram deyə. Biri düzdür dedi 650 manata, ancaq inan ki Urus demişkən доверие не внушает. Mənə elə gəlir ki, o həminki aparat deyil idi. 650 manat da əslində az pul deyil. Harasa bir 400 dollara yaxın pul eləyir. Ancaq ki, yenə nəsə ayrı instrumentlər var. Ayrı instrumentlər var. Onları qətiyyən mən tapa bilmədim. İndi göstərərəm sizə nədən gedir söhbət. İtak. Dediyim instrument budur. Bu bax. Bu Kuzovnoy Jestyanşikin lineykasıdır. Gördüyünüz kimi belə uzundur bu cürə. Bu içindən çıxır bunun. İçindən çıxır və bunu uzadırsan belə. Sonra buradan da çıxır. Yəni bu hissədən də buna da açırsan belə qəşəng. Buradan da çıxır. Yəni belə çıxılma vəziyyətdədir də. Uzanır hardasa 1 metr ya 2 metrə qədər hardasa uzanır. Bunun burada mağazində qiyməti hardasa bir 400 dollara yaxındır. Bu cürə keysin içindədir. Bu cürə keysin içindədir. Belə. Bura qoyulur. Bu da onun cürbəcür priborlarıdır. Yəni ki, ölçmək üçün qoyursan, məsəl üçün, böyük boltdursa, bunu qoyursan, balaca bolta qoyursan, 10-luq boltun üstünə qoyursan bunu. Razmerlərləndir də, hamı razmerləndir. Nəsə, yəni belə instrument orada tapmaq yəqin ki, bilmirəm, bəlkə mən bütün yerlərə baxmamışam, bəlkə mən səhv anlayışım var, mənim səhvdir. Mən orada belə şey bilmirəm, taparam, tapmaram, yəqin ki, yox. Yəqin ki, yox. Bax, bu cürə şlif maşınkalarla mən vərdişliyəm, işləyim. 5'likdir. Tokla-kidir. Bu, yəni bunu butavoy maşınkalarla qarışdırmayın. Bunun da qiyməti, yəni ki, az qiymət deyil. Burada ay Allah, mağazində hardasa 200-300 dollar arasıdır primerlə. Yox, bəlkə də çox, 300 dollar, 300 dollardan yuxarıdır. Sonra belə bir maşınkadır. Bu da elə həmçinin. Bu da elektrikiskidir. Bunlar hamısı plisosla işləyir. Yəni toz olmasın deyə bunlar hamısı plisosla işləyir. Plisosum da ki mənim budalı. Sarı rəngli plisos. Yəni belə şeylər harda? Orada niyə yoxdur? Azərbaycan böyük, balaca da deyil. Yəni Bakı da böyük. Allah'a şükür bizdə satılmayan şeylər yoxdur. O cürə qəşəng. Yəni maşınlar şeydə, nə dayarlar, şəhərdə oyuna bu yana gedir. Yaxşı da bizim gözəl əl qabiliyyətli ustalarımız da var. Neujeli, yəni bu cürə mallar orada yoxdur. Drakol deyən belə bir şey var. Pnevmatiski. Deşik açmaqdan ötrümdür. Dəmirdən. Parogu şeyləyəndə elə bir karnizi mən dəyişmirəmmi? Karnizi dəyişəndə bu alt hissəsində təzə karnizin deşikləri olmur. O deşikləri svirlo ilə, drellə eləmirsən, bunu qoyursan,
basırsan, basan kimi bu buradan sıxır, bunu deşiyə açır. Yəni burada bir dənə də variant var. Bu deyək ki, kromka gibi eləyir. Kromka gibi. İndi Azərbaycan dilində bilmirəm necə bunu tərcümə eləyim. Metalı svarkalayanda elələri olur. Metalı gətirib bunun üstünə qoyur. Altdakı metalı qoyur bunun üstünə. Qoyanda da üst metalla bu üst metal olur biraz hündürdə. 1 millimetr ya 0,7 millimetr nə qalınlığı varsa o qalınlıqda olur. Üstdə biraz narahatçılıq yaradır. O olmasın deyə ümumi bu hissə ilə bura salırsan bir dənə pilləkən. Nəsə Azərbaycana apararam yəqin ki. Yəni orada mən onu tapmadım. Sonra başqa hansısa bir videoda göstərərəm bunu. Bunu necə işləyir deyə. Bunu tapmadım. Tapmadığım şeylər çox olub. Pnevma zubila. Zubiladır. Prosto kompresora qoşursan. Bunların videosu məndə var. Bilmirəm indi. Məndə 2 dənə versiya videodur. Bir rus dilli video kanaldır, YouTube kanaldır. Bir dənəsi də Azərbaycan dilindəki video kanaldır. Bilmirəm harda qoymuşam, olmalıdır. Yəni instrumentlərin hamısını göstərsəm biraz şey olar. Yəni video biraz da çox olar. Yəni mövzunu siz başa düşdünüz. Sizdən dönə-dönə xahiş edirəm. Əgər bu videoya baxan malyarlar varsa, jestyanşiklər varsa, bir mövqeyinizi yazın, xahiş edirəm. Bəlkə Bakıda həqiqətən də yaxşı deyək ki, mağazin var, gedib almaq olar bunu, problem deyil. Spotterdir məsəl üçün, belə bu cürə pullerli spotter. Spotterlər var, ancaq təmiz ayrı cürədir, yəni beləsi yoxdur. Bunun raznovidnosti, kuru şeylərin, yumru şeylərin bir neçə dənə video fasonu var, belə. Yəni onu mən orada görmədim. Əgər onlar həqiqətən də satılırsa, hələ mən neçə dənə instrumenti gedəndə aparmışam Azərbaycana. Apardım özümlə. Mən bilirdim ki, mən bu şeylə qarşılaşacağam. Ona görə yavaş-yavaş bir neçə dənə lazımlı instrumentləri aparmışam ora. Xahiş edirəm, yazın, görək, bəlkə də hansısa Bakının hansısa şəhər rayonundadır, belə güclü mağazin gedib oradan almaq olar. Bir də ki, belə materiallar məsəl üçün epoksidli deyək ki, grunt spreyi, cürbəcür belə Cetapronun fərqi yox deyil, hansı ölkə buraxıb, hansı firma buraxıb materialı. Ümumi materiallar, yaxşı, keyfiyyətli materiallar harada satılır? Varmı elə bir mağazin? Elastifikator, kraskaya, laka, dabavka eləyirsən, məsəl üçün qabaq buferdir, kapotdur, onları kraskalayanda, qruntlayanda, laklayanda onları dabavka eləyirsən, daş dəyəndə bir balaca qabağını alır, elə bir rezinləşdirir, şey verir də, elastikness verir. Yəni elə material. Onlardan mən istifadə eləyirəm. Mənim onlar hamısı məndə var. Bu nədir? Bu perixod üçündür. Gördüyünüz kimi perixod. Laka perixod vuranda qəşəng bundan eləyirsən, elə də gözəl alınır. Bu da alaba elastifikator. Mən dediyim budur. Bunu dabavka eləyirsən, işlə getsin. Kraskadan qabaq poverxnosti, dəmiri də, quruntu, kara kraska vuracaqsansa, onu bu ilə abrabatovat eləyirsən. Spirt şeylidir də, antistatikdir. Bu da yaxşı şeydir. Yəni elə şeylər, belə müasir materiallar varmı? Harda var? Adresini, əgər əziyyət deyilsə, bilirsinizsə, harda var? Xahiş eləyirəm, bölüşəsiniz.
Allah hər birimizin işini avand eləsin. Allah hər birimizin işini uğurlu eləsin inşallah. Ailəmizə ruzi bərəkət versin. Balalarımıza can sağlığı, rəhmətə getmiş valideynlərimizə Allah rəhmət eləsin, qalanlara da can sağlığı. Hər birinizə buradan salamlar deyirəm. Bir də əziyyət deyilsə bir yazardınız. Sağ olun, salamat qalın. Salam aleykum.